Gürcüstan prezidenti Mixail Qavelaşvili Ermənistan Respublikasının prezidenti Vahan Xaçaturyan ilə görüşüb. Təkbətək görüş zamanı Gürcüstan və Ermənistan arasında iki tərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə həmkarlar mövcud siyasi hadisələri, eləcə də sürətlə dəyişən beynəlxalq nizamda regionda sülhün və sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər. Gürcüstan prezidenti həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə Mixail Qavelaşvilinin qeyd etdiyi kimi Gürcüstan, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflamasını alqışlayır. Həmçinin Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir və lazım gəldikdə öz töhfəsini verməyə hazırdır. Görüş prezident sarayında keçirilib. 7 noyabr 2007-ci ildə Mixail Saakashvilinin işini müzakirə etmək üçün xüsusi iclas keçirildi. İttiham tərəfinin iki şahidi dindirildi. Onlardan biri o vaxt Kim Tatminda Parkının direktoruydu. O bir daha 7 noyabrda baş verən hadisələri və Tatminda Parkının ələ keçirilməsindən təfərrüatlarını xatırladı. Təqsirləndirilən keçmiş prezident iclasda iştirak etməmişdi. Xatırladaq ki, 7 noyabr mitinginin dağıdılması, telemedia basqın və Tatminda Parkının ələ keçirilməsi işində Mixail Saakashvili, David Gezerashvili, Zurab Adeyshvili, Gigi Ugulova və Vano Merabishvili vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunublar. Tərəflər arasında razılaşma əsasında 21 noyabr 2025-ci il tarixində Brüsseldə keçirilməsi planlaşdırılan Gürcüstan-Avropa İttifaqı İnsan Hüquqları dialoqu görüşdən bir neçə gün əvvəl Avropa İttifaqının qərarı ilə təxirə salındı. Xarici İşlər Nazirliyi bu bəyanatı yayır. Avropa İttifaqı Şurasının 27 iyun 2024-cü il tarixli qərarlarına əsasən Avropa İttifaqı tərəfi Gürcüstanla bütün səviyyələrdə dialoqu dayandırdığı bir şəraitdə Gürcüstan tərəfi yuxarıda qeyd olunan görüşü, o cümlədən cəmiyyətimizin tez-tez Brüsseldən tənqid eşitdiyi məsələlər üzrə Avropa İttifaqı ilə əlaqə qurmaq üçün bir fürsət hesab etdi. Gürcüstan tərəfi Avropa İttifaqı tərəfinə gündəlikdəki məsələlər barədə müvafiq məlumat vermək üçün əhəmiyyətli hazırlıq işləri aparıb. Avropa İttifaqı tərəfi görüşü tamamilə qəbul edilməz və əsassız səbəblərlə təxirə saldı. Brüssel Gürcüstan tərəfinin, o cümlədən Gürcüstanla siyasi dialoqun dayandırılması üçün istifadə edilən məsələlər üzrə əsaslandırılmış mövqələrini dinləməyə hazır deyil. Gürcüstan tərəfi konstruktiv yanaşmaya sadiqdir və tərəfdaşlarla münasibətlərdə dialoqa alternativ olmadığına inanır. Müvafiq olaraq Brüssel tərəfindən dayandırılan dialoqun tam bərpasından sonra Avropa İttifaqı ilə müxtəlif istiqamətlərdə dialoq formatlarında iştirak etməyi nəzərdən keçirəcək, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Parlament spikeri bildirib ki, Gürcüstan-Avropa İttifaqı dialoq görüşü təxirə salınır. Brüsselin dialoqda yayınması təəccüblü deyil, səbəb aydındır. Öz mövqelərinizi yalan rəvayətlər və dezinformasiya üzərində qurduğunuz zaman ilk əsaslandırılmış söhbətdə bu yalan konstruksiyanın bir doğru sözün toxunuşu ilə çökəcəyini dəqiq bilirsiniz. Şalva Papuashvili yazır ki, həqiqətə hörmət və tənqidə açıqlıq olmadan Avropa yoxdur. Gürcüstan hökuməti kimə pul verdiyimizə çox diqqət yetirir. Vətəndaş cəmiyyətinə zərər vermədən pul köçürməyin yollarını axtarırıq. Avropa komissarı Marta Kosun bu açıqlaması siyasi qiymətləndirmə mövzusudur. Hakim komandanın üzvləri bunun qanunsuz yollarla vəsait cəlb etmək niyyətində olduqlarının birbaşa etirafı olduğunu bildirirlər. Xatırladaq ki, Marta Kos bu açıqlamayı Avropa Birliyinin Genişlənmə Forumunun panel müzakirəsinə Gürcüstanla bağlı suala cavab olaraq verib. Gürcüstan foruma dəvət olunmayıb. Avropa Şurası Parlament Assambleyası Gürcüstanın müxalifət partiyalarına və onların liderlərinə qarşı siyasi motivli hüquqi tədbirləri dərhal dayandırmağa çağırır. Avropa Şurası Parlament Assambleyasının Gürcüstanın monitoringi üzrə həmməruzəçiləri Edith Estrella və Sabina Kudic 10-12 noyabr 2025-ci il tarixlərində Gürcüstanın səfərlərindən sonra hakimiyyəti Venesiya Komissiyasının xarici agentlər haqqında qanunvericilik və inzibati xətalar məcəlləsi ilə bağlı tövsiyə
tövsiyələrini tam şəkildə yerinə yetirməyə çağırdılar. Assambleyanın Gürcüstanla bağlı son qətnaməsində bildirdiklərini bir daha təkrarlayırıq. Xarici təsirin şəffaflığı haqqında qanun, xarici agentlərin qeydiyyatı haqqında qanun, qrantlar haqqında qanun və mövcud inzibati xətalar haqqında qanun Avropa standartları və normaları ilə uyğun deyil və Venesiya Komissiyasının qənaətinə görə ləğv edilməlidir deyə həm məruzəçilər vurğulayıblar. Onlar həmçinin dövlətə qarşı cinayət ittihamları ilə uzun müddətli həbs cəzası ilə üzləşə biləcək demokratik müxalifət partiyalarının liderlərinə qarşı irəli sürülən son cinayət ittihamları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Bu ittihamlar açıq-aydın siyasi motivlidir və Konstitusiya Məhkəməsinə təqdim edilən son iddialarla birlikdə nəzərdən keçirilməlidir. Bəzi taksi sürücüləri cərimələrdən azad edilib. Bunlar 1 noyabr 2025-ci il tarixinə qədər icazəsiz və ya icazə şərtlərini pozaraq taksi xidmətləri göstərən və cərimə yazılanlardır. Tbilisi meri qərar barədə danışıb. Qaladzenin sözlərinə görə ətraf mühitin çirklənməsi üçün də cərimələrin artırılması planlaşdırılır. Yol hərəkəti qaydaları sərtləşdirilir və cərimələr artır. Qərarın səbəbi həyəcan verici statistikadır. Dəyişikliklər Parlamentin İnsan Hüquqları Komitəsinə Daxili İşlər Nazirinin müavini tərəfindən təqdim edilib. Aleksandr Daraxoridze bildirib ki, Gürcüstan yol qəzalarına görə Avropada ilk ölkələrdən biridir. Onun sözlərinə görə cərimələrin artırılmasında məqsəd qaydaların pozulmasının qarşısını almaqdır, çünki yol qəzalarında ölümün əsas səbəbi sürət həddinin aşılmasıdır. Çinin texnologiya şirkəti Huawei Gürcüstan məktəblərinə ağıllı sinif otaqlarının qurulmasında kömək edəcək. Bu münasibətlə Təhsil Naziri şirkətin vitse-prezidenti ilə görüşdən danışıb. O, Huawei-in müxtəlif ölkələrin təhsil müəssisələrinə təklif etdiyi ən son ixtiralar və innovativ layihələrlə tanış olub. Yaxın gələcəkdə Çin şirkəti Tbilisi məktəblərindən birini belə bir sinif otağının qurulması üçün lazımi avadanlıqla pulsuz təmin edəcək. Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqda ittiham olunan 4 nəfəri saxlayıb. İttihamlara saxtakarlıqla vəsait mənimsəmə, fırıldaqçılığa kömək etmə və saxta rəsmi sənədlərin hazırlanması və istifadəsi daxildir. İstintaqa görə saxlanılan şəxslər bir nömrəli tikinti şirkəti MMC-nin rəhbərləri 2020-ci ildə Gürcüstan Texniki Universiteti tərəfindən elan edilən və Samtrediya Texniki Universitetinin Peşə Kollecinin tam bərpasını nəzərdə tutan tenderi qazanmışlar. Tenderin ümumi dəyəri 6 milyon lari təşkil edib. Şirkətə görülən iş üçün 3 milyon lari verilib, lakin iş tam başa çatdırılmayıb və müqavilə ləğv edilib. İstintaq həmçinin müəyyən edib ki, tikinti şirkətinin nümayəndələri yoxlama orqanı əməkdaşlarının köməyi ilə saxta sənədlərin hazırlanması və istifadəsi yolu ilə layihə üçün ayrılmış 661 min lari məbləğində vəsaiti mənimsəyiblər.